əziz tədbir iştirakçıları, Sabahın Alimləri 15-ci Respublika Layihə Müsabiqəsinin açılış mərasiminə xoş gəlmişsiniz. Mən sevinirəm ki, siz bu cür layihədə iştirak edirsiniz. Sabahın Alimləri layihəsində. Bu layihə elmlə bağlıdır. Bu layihə yaradıcılıqla bağlıdır. Bu müsabiqə eyni zamanda innovasiyalarla bağlıdır. Siz özünüz də hələ dərindən yəqin ki, düşünmürsünüz ki, siz hansı layihədə iştirak edirsiniz. Və gələcəkdə o sizə nə dərəcədə böyük imkanlar yaradacaq. Çünki gələcək kompetensiyaların içində təkcə bilik, bacarıq və vərdişlər kifayət etmir. Burada çox vacib məsələ yaradıcı təfəkkürdür, tənqidi təfəkkürdür, komanda mühitində işləmək bacarığıdır. Sabahın Alimləri 15-ci Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimindəyik. Müsabiqə 3-5 mart tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək. Belə ki, Respublikanın ümumi təhsil müəssisələrində təhsil alan 9 və 11-ci sinif şagirdləri burada 9 istiqamət üzrə yarışacaqlar. Bu tür müsabiqələr şagirdlərimizdə elmi olan marağı artırır, tədqiqat işinə olan marağı artırır və eyni zamanda ümumi təhsil müəssisələri ilə ali təhsil müəssisələri arasında bir köprü yaradır. Daha şagirdlərimiz məktəbli yaşlarında ali təhsil müəssisələrində çalışan alim və professorlarla müxtəlif elmi sahələr üzrə müzakirələr apara bilirlər. Ümumiyyətlə 760 layihə təqdim olunmuşdur. Onlardan 152-si finalda iştirak etmə hüququ qazanmışdır. Buna da qərar müvafiq əmrlə təsdiqlənmiş Elmi Ekspertiza Komitəsinin qərarı ilə bu sayı müəyyənləşdirilmişdir. Burada qalib olan şagirdlərimiz də inşallah onların arasında seçilən ən yaxşı layihələr may ayında Amerikada keçirilən İnterlərsiya Beynəlxalq Layihə Müsabiqəsində iştirak edəcəklər. Bunu da qeyd etmək istəyirəm ki, son 2 ildə biz həmin müsabiqədə, beynəlxalq müsabiqədə artıq uğurlarla geri qayıdırıq. Bugün burada 9 kategoriya üzrə 152 komanda öz layihəsini təqdim edir və onların layihələri 3 və yaxud da 5 münsif tərəfindən qiymətləndiriləcək və beləliklə hər kateqoriya üzrə 6 komanda seçiləcək. Həmin komandalar arasından isə 1-ci, 2-ci və 3-cü yerlər müsabiqənin sonunda müəyyən ediləcək. Biz hal-hazırda dünya üzrə ən aktual və qlobal problemlərdən biri olan mikroplastik çirklənməsinin qarşısını almaq üçün yeni və innovativ bir texnologiya yaratmışıq. Biz bunun üçün xəzanla stabililəşdirilmiş Ferrumuz Ö4 nanosüzəciklərindən istifadə etməklə sudakı mikroplastikləri özümüzə cəlb edirik. Daha sonra isə bu mikroplastiklərdən yolların çəkilməsində istifadə edirik. Və o cümlədən gecə vaxtı da işləyə bilən bu qurğumuz LED işıqlar vasitəsilə gecə mikroplastiklərin görünməsində və tapılıb toplanmasında öz işini layiqincə görür. Bildiyiniz kimi dünyada antimikrob və hərçəng əleyhinə dərmanlar öz aktivliyini itirirlər. Buna səbəb mikrobların və hərçəng hüceyrələrinin dərmanlara qarşı müqavimətinin inkişaf etdirməsidir. Bu ona gətirir ki, nəticədə istifadə olunan həm antimikrob, həm də hərçəng əleyhinə dərmanlar müxtəlif bakteriyaya və hərçəng qarşı pasiv olurlar. Yəni heç bir aktivlik göstərmirlər. Bunu nəzərə alaraq alimlərin qarşısında başlıca məqsəd yeni daha aktiv dərmanların sintezidir. Bizim də mövzunun adı sinemaldehid azametin tandemi. Yəni hərçəng hüceyrələrini öldürürlər, bizim bədənimizi kömək eləyirlər, mikroblarını da öldürürlər. Layihəmiz ekologiya və ətraf mühitin idarə olunması kateqoriyasındadır. Layihəmiz Xudostan gölü suyundan sərt aktiv maddələrin biyan plantlarına hazırlanmış biosorventlə təmizlənməsidir. Amma biz nisbətən alternativ olaraq biyan bitkisinə yönəldik. Çünki biyan bitkisi Azərbaycanda Ağdaş və Saatlı rayonlarında emal zavodlarının ətrafında tulantı olaraq qalır. Biz bu bitkilərdən biosorbent düzəldib, həmin biosorbent vasitəsilə Xudostan gölü tərkibindəki sərt aktiv maddələri təmizləmişik. Bu günü qoru, sabahı xilas et. Layihənin adı dayanıqlı ətraf mühit üçün super absorbent polimer dəstəkli süni intakt əsaslı ağıllı hidroponik texnologiyadır. Bu texnologiyada əsas məqsədimiz quraqlıq ərazilərdə bitkiçiliyi, əkinçiliyi inkişaf etdirmək və həmin ərazilərdə əkin yetişdirmək. Həmçinin bizim layihəmiz evlərdə və yaxud da ofislər üçün də əlçatandır. Yəni urban farming üçün də çox əlçatandır. Bunu əlçatan etməsinin əsas səbəblərindən biri proqram vasitəsilə uzaq
uzaqdan idarə olunmasıdır. Yəni siz istədiyiniz vaxtı buradan temperaturu, suyun səviyyəsini və yaxud da pH, yəni turşuluğun dərəcəsini 14 xanalı şkaladan nəzarət edə bilərsiniz. Mənim layihəm buğdadandır. Buğdanın sortlarına in vitro şəraitində kalus hüceyrələrinə, sitokinin hormonunun təsirinə və histoloji dəyişikliklərə təsirindəndir. Kalus hüceyrələri nədir? O diferensiasiyadan keçməmiş hüceyrələrdir ki, onun hər bir hüceyrə olmaq potensialı var. Ümumiyyətlə kalusdan, PM'dan çox az, dünyada da çox az bir tədqiqat var. Azərbaycanda da mən səhv eləməsəm, birinci dəfədir ki, bunu öyrənmişik. Havadan suyun alınması qurğusunu düzəltmişik. İsti hava qurğunun içərisinə daxil olur və bildiyiniz kimi torpağın üst hissəsində, torpağın alt hissəsində dərəcə fərqi olduğundan kondensasiya prosesi baş verir. Burada da isti hava torpağın altına gedikcə soyuyur və yeni su damlaları əmələ gəlir. Su damlalarından da insanlar su nasosu vasitəsilə çölə çıxardılar. Bunu biz əsasən Afrikanın Namibiya səhrasında olan böcəyə baxaraq eləmişik. O ağız aşağı, arxası isə 45 dərəcə buzaq altında küləyə qarşı duraraq havadan suyu alaraq özündə torpağa verir. Özündə toplağı torpağa verir. Alkohol havanı suya çevirən gələcək. Bizim layihəmiz hidrogenlə işləyən avtomobilin səmərəliliyinin artırılmasıdır. Və biz bu layihədə sudan aldığımız hidrogen qazından enerjiyə çevirərək sürürük. Hydrofor, minimum itki, maksimum məsafə. Layihəmiz meşə yanğınlarının baş verəcəyi əraziləri öncədən müəyyən edir və onları lokal şəkildə söndürməyə xidmət edir. Eyni zamanda məlumatları Fövqəladə Hallar Nazirliyinə də ötürür. Bunu necə yoxlamısınız? Biz bunu NASA-ya mail yazaraq yoxlamışıq. NASA-ya Azərbaycanda baş verən 10 illik yanğınlar məlumatlarını əldə etmək istəmişik və onlar bizə müsbət cavab göndəriblər. Və hal-hazırda Azərbaycanda 10 il ərzində baş verən bütün yanğınlar haqqında məlumatımız var. Onların koordinatları, eyni zamanda harda baş verdiyi, nə qədər müddətdə yanğını əldə etmişik və biz öz hazırladığımız süni intellekt vasitəsilə birbaşa olaraq meşə yanğınlarının öncədən harda baş verəcəyini müəyyən edə bilirik. Artıq biz alovu görür, müəyyən edirik süni intellekt və birbaşa olaraq Fövqəladə Hallar Nazirliyinə məlumat ötürürük. Biz qalib gələcəyik.